Dövlət proqramı 2022-28-ci illər ərzində ötən ilki müvafiq sərəncama edilmiş dəyişikliyi rəhbər tutularaq 2025-26-cı tədris ilindən etibarən hər üç təhsil səviyyədə həm bakalavriat, həm magistratura, həm də doktorantura təhsil səviyyəsində tələbə qəbul eləmək üçün imkan yaradır. Bununla əlaqəli dövlət proqrama aid olan normativ sənədlərdə dəyişiklik olmuşdur və nəticə etibarilə doktorantura qəbul qaydaları və maliyyələşmə qaydaları təsdiqlənmişdir. Qeyd eləyək ki, dövlət proqramına hər il tədris başlamazdan 6 ay öncə qəbula start verilir. Bu deməkdir ki, yaxın günlərdə tarixlə bağlı vaxt ictimaiyyətə açıqlanacaqdır. Qeyd eləyək ki, hər üç təhsil səviyyəsi üzrə qəbul birbaşa xarici ali təhsil müəssisəsindən namizəd tərəfindən əldə olunan qəbul sənədi, şərtsiz qəbul sənədi olmaqla və digər tələb olunan sənədlərlə birlikdə elektron qaydada portal.edu.az səhifəsi üzərindən şəxsi kabinet yaradılmaqla həyata keçiriləcəkdir. Sənədlərini uğurla təqdim edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət alacaqlar. Qeyd eləyək ki, hər il dövlət proqramı çərçivəsində hər üç təhsil səviyyəsi, bunlardan 25%-dən çox olmayan hissəsi bakalavriat, 20%-dən çox olmayan hissəsi doktorantura təhsil səviyyəsinin payına düşməklə ümumilikdə 500 proqram iştirakçısının seçilməsi üçün şərait yaradılacaqdır. Bir də onu qeyd eləmək istəyərdik ki, dövlət proqramına müraciət eləmək üçün xarici ali təhsil müəssisəsindən qəbul sənədi əldə olunması məqamını vurğuladıq. Bu, Elm və Təhsil Nazirliyi tərəfindən artıq ictimaiyyətə ötən ilin sonlarından açıqlanmış siyahı əsas götürülərək həyata keçirilir. Doktorantura təhsil səviyyəsinə münasibətdə isə həmən siyahıda yer alan 221 ali təhsil müəssisəsindən 15 prioritet ixtisas istiqaməti üzrə qəbul əldə eləmiş namizədlər dövlət proqramına müraciət eləyə bilirlər. Qeyd eləyək ki, dövlət proqramında müvafiq siyahı ilə yanaşı universitetlər üzrə reytinq cədvəli əsas götürülərək ilk 10-luqda yer alan universitetlərdən istənilən ixtisas üzrə qəbul əldə eləmiş namizədlər proqrama müraciət eləmə imkanı olacaqdır.